əziz xanımlar. Mən bugün qışa tədarükdə pomidor hazırlayacağım. Əvvəlcə başlayaq gigiyenik qaydalardan. Yəni ki, axır zamanlar çox eşitmişik televiziya kanallarında ki, şorabalardan, yəni duza qoyulmuş pomidorlardan, yəni zəhərlənmə halları baş verir. Bu hallar baş verməsin deyə gigiyenik qaydalara riayət eləmək lazımdır. Başlayaq birinci bankalardan. Baxın, bu bankaları hər hansı bir yuyucu tozla yuyub, yaxşıca, yəni ki, yuyanda da təzə, məsələn, qabları yumaq üçün istifadə olunan, məsələn, qubqalardan istifadə edin, təzə olsun. Yuyucu tozla yuyun. Hamısını yuyub qutarandan sonra yenidən çay sodası ilə bu bankaları, demək, çay sodası ekologiya cəhətdən ən təmiz təmizləyici sayılır. Çay sodası ilə də təmiz yuyun, sonra isə bu bankaları sterilizə eləmək lazımdır. Onun da cürbəcür üsulları var. Mən bir neçəsini deyim. Kimin demək, hansı imkandan istifadə eləməyə vaxtı, həm də imkanı varsa istifadə eləyə bilər. Baxın, belə bir dəmirdən olan süzgəci götürürsünüz, qazana su töküb, qoyursunuz qaz plətəsinin üzərinə, su qaynayandan sonra bu süzgəci qoyursunuz həmən suyun içinə və bankanı ağzı, üzü aşağı, bax belə ağzı aşağı qoyursunuz bu dəmir setkanın içində. Altdan demək buxar vurur və banka sterilizə olur. Bu bir cür. Başqa bir tərəfdən isə elektrik sobasında, demək, elektrik sobası soyuq halda olmalıdır. Soyuq halda elektrik sobasına, bilirsiniz ki, elektrik sobasında setka var, dəmir setka var. Bu bankaları üzü aşağı düzürsünüz. Sonra 160 dərəcə, 150 dərəcədə bankaları bir 15 dəqiqə, 20 dəqiqə sterilizə eləyə bilərsiniz. Həmçinin buxarda da 1 litrə qədər bankaları demək 15 dəqiqə sterilizə eləyə bilərsiniz. Daha başqa bir növ isə istəsəz mikrovalnovkalarda demək 1 litrə qədər bankaların içərisinə bir qədər su, 1 sm, 2 sm belə su əlavə eləyin. Qoyun mikrovalnovkaya, amma mikrovalnovkanın gücünü bir qədər çox vermək lazımdır. Su buxarlanır, par əmələ gətirir və bankalar sterilizə olunur. Başqa bir növ isə ola bilsin ki, heç kimin belə imkanı yoxdur bunlardan istifadə eləsin. Ən asanı çaynik və yaxud qazandır. Çaynikın olsun ki, bankanın ağzı çaynika uyğun gəlsin və yaxud çaynikin lüləyinə sala bilərsiniz. Çaynik qaynadıqca par əmələ gətirir və bankalar sterilizə olunur. Bankalar haqqında bu qədər. İndi keçək, demək, qapaqlardan danışmağa. Qapaqlar da mütləq sterilizə olunmalıdır. Belə qapaqları, məsələn, neçə banka bağlamaq istəyirsinizsə, o qədər qapaq sayını soyuq suyun içinə atırsınız, bir qabın içində qoyursunuz qaz plitəsinin üzərinə. Və haradasa bir 10 dəqiqə bu qapaqlar qaynamalıdır. Amma lazımdır ki, demək, bankalara artıq tərəvəzləri qoyub, artıq bağlamaq istədiyiniz müddətdə yaxın bir müddət olsun ki, elə bankalar sterilizə olunan kimi götürüb oradan da bankanın ağzına qoyasınız. Bu qapaqlardan başqa siz rezbəli, demək, qapaqlardan da, bankalardan da istifadə eləyə bilərsiniz. Amma onda da fikir verin ki, bu qapaqlar zədəsiz olsun. Çünki ola bilər ki, hər hansı bir bankanın ağzından açanda qapaq zədələnib. Olmaz. Yeni, təzə qapaqlar lazımdır və yaxud tam zədəsiz. Bunları da qaynatmaq lazımdır və dediyim kimi elə qaynadıqdan sonra çıxartıb bankanın ağzını bağlamaq lazımdır. Demək, gigiyenik qaydalar haqqında bu qədər. Bu bankalara aiddir, amma elə, məsələn, tərəvəzlərə də aiddir. Mən indi bugün pomidordan danışıram. Pomidor da yaxşıca yuyulmalıdır.
təmizlənməlidir. Əzilmiş, zədələnmiş pomidorlardan istifadə eləməyin. Fikirləşməyin ki, pomidor doğranar, həmən yeri kəsib ataram. Eləməyin. Çünki məsəl var, deyir ki, iş bir dəfə düşür. Özü də ki, biz bunu qışa bağlayıb qoyuruq, uzun müddət qalır. Yaxşı olar ki, pomidorlar və yaxud ümumi başqa tərəvəzlərdə zədəsiz və əziksiz olsun. Mən indi bu pomidorları təmizləyəcəm. Yaxşıca axar suyun altında 2 dəfə, 3 dəfə yaxşı yuyandan sonra artıq qaynar suda onu da göstərəcəm. Qaynar suya qoyub qabığını soymaq lazımdır. Pomidorlar yuyulub, təmizlənib, bax belə. İndi mən pomidorları, bax belə, qaynar suya atıram ki, qabıqları onda çox rahat təmizlənir. Bax belə. Belə atıram. İndi bir neçə dəqiqə suyda, bax qaynar suda belə saxlayandan sonra bunların qabığı daha asan soyulacaq. Qoy qalsın bir neçə dəqiqə, mən sonra bunların qabığını soyub, bütöv pomidorları, hələ ki bütöv doğramıram, bütöv pomidorları aş süzənə qoyacağım. Niyə aş süzənə? Özünüz gördüyünüz kimi pomidorlar sudadır. Sudan çıxartırıq, əllərimizdə də su olur, pomidor sulu olur. Aş süzənə qoyuram ki, onun suyu, həmən o su süzülsün. Mən indi pomidorun qabığını soyuram. Görürsünüz necə rahat pomidorun qabığı bax belə soyulur. Çünki isti suda saxladım. Su qaynar olmalıdır. Bax belə, indi onun qabığını mən soyuram. Çox rahat, bax. Pomidorlar da yaxşıdır, qırmızı pomidorlardır. Bax belə. Bunu soyuram. Aş süzənə qoyuram. Aş süzənin altına mütləq bir qab qoymaq lazımdır. Hələ mən təmizləmirəm. Bunu doğrayanda demək bu təmizlənib, soyulub, hamısı götürüləcək. Qoyuram, bax belə aş süzənə. Sonra artıq ikinci pomidoru, baxın, ikinci pomidor çox rahatca, görürsünüz artıq özü soyulur, qabıq yumşalıb, bax belə soyuruq. Belə. Yenə qoyuram aş süzənə. Beləcə mən indi bütün pomidorları hamısını belə qabığını soyub aş süzənə yığıram. Pomidorların qabığı soyulub, indi isə bunu pomidorları doğramaq lazımdır. Demək, pomidorları doğramaq üçün çox xırdalamaq lazım deyil. Bax, pomidoru götürürük. Bax, belə. 4 yerə bölmək lazımdır. Bax, belə. Çox xırdalamayın. Onsuz da pişəndə bu əzilir. Qışda da istifadə eləyəndə, lazım olanda əgər sizə xırda bir, demək, xırdalamaq lazımdırsa, blenderdən istifadə eləyə bilərsiniz. İndi bax, bunları belə biz, demək, 4 yerə bölürəm. Aş süzəndə yenə. Bu aş süzən, demək, dolana qədər mən burada pomidorları belə doğrayıb aş süzənə tökəcəyəm. Bir qədər suyu geçsin, amma ki, əlbəttə ki, pomidorun öz suyu yox. Baxırsınız ki, görürsünüz ki, sarı su gedir. Ancaq, bax, olar. Təmizlənəndən sonra, demək, pomidoru alüminium qazanda və yaxud tifal qazanda pişirmək lazımdır. Çüyün qazandan istifadə eləməyin, çünki yanır, çüyün qazanlar bilirsiniz. Ona görə alüminium qazandan istifadə eləyərik. Bax, belə. Baxın, pomidorlar doğranıb, hamısı aş süzəndədir. İndi mən sizə suyu göstərmək istəyirəm. Baxın, bu pomidorun şirəsi deyil,
sudur. Ona görə doğrayanda da aş süzənə qoymaq lazımdır. Baxın, o birisi aş süzənədə nümayiş elətdirim. Baxın, bunu götürürüm. Görürsünüz? Burada suyudur. İndi mən bunları alümin qazana töküb, qaz plitəsinin üzərində pişirməyə qoyacağım və onu da nümayiş etdirərəm. Əziz xanımlar, demək, pomidorla dolu qazanı qoyuruq qazın üzərinə, qazı orta gücdə qoyuruq, qızandan sonra arada qarışdırırıq ehmalca və qaynara düşəndə görürük ki, baxın, onun üzərində köpüklər əmələ gəlir. Pomidor artıq qaynayır. O köpükləri mütləq yığmaq lazımdır. Bax, belə yığırıq. Yığırıq. Heç olmasa bir 20 dəqiqə, yarım saat bu belə qaynamalıdır. Yəni ki, gözlə də baxanda belə görürük ki, pomidorlar artıq yumşalıb, pişib. Demək, onda pomidor hazırdır. Məsələn, elə bil ki, məsələn, cavan xanımlar, gənclər başa düşmək üçün ona görə belə izah edirəm ki, ola bilsin ki, tutaq ki, pomidor yumurta pişirəndə, pomidor necə pişir, necə hala düşür, yumşalır. Bax, elə olur, onda bilirik ki, hə, bu pomidorlar artıq hazırdır. Pişməyinə, demək, bir yarım saat əgər qaynadırıqsa, pişmək üçün, pişməyinə 15 dəqiqə qalmış, biz buna duz əlavə eləyəcəyik. İndi mən duz əlavə eləyəndə onu da göstərəcəyəm. Yəni, duz da demək olar ki, məsələn, çox tökmək lazım deyil. Qışda açıb istifadə eləyəndə duz əlavə eləmək istəyər. Yəni ki, onun duzu nə qədərdir, o zövqdən asılıdır. Baxın, əziz xanımlar, qaynadıqca mən yenə köpüyünü yığıram. Hər dəfə, yəni ki, qarışdıranda, sonra qaynara da düşər. Yenə təkrar edirəm ki, tez-tez bunun köpüyünü yığmaq lazımdır. Ara sıra qarışdırın ehmalca və köpüyünü yığın. Onu da deyim ki, bir 10 dəqiqədən sonra artıq pomidorlar hazır olacaq. Ona görə mən duzu tökürəm. Mənim pomidorum hardasa 15 kilo idi. Mən qabığını təmizlədim. Ola bilsin ki, neysə, hansısa pomidor xaraba çıxıb. 1 kilodan çox, yəni gedib. 14 kilo pomidordur. Mən buna 3 xörək qaşığı duz tökürəm. Bunun qışa qalmağında bu duzun heç bir onsda rolu yoxdur. Sonra qışda, yəni yemək lazım olanda, xörək işlətmək lazım olanda, kim necə istəyirsə, zövqünə görə duzu əlavə eləyə bilər. Əziz xanımlar, pomidorlar hazırdır. İndi mən qazın altını söndürmədən, bu belə qaynaya-qaynaya, başlayıram bunu bankaya doldurmağa. Onu da demək istəyirəm ki, mən doğramışdım pomidorları. Kim istəsə, mənim göstərdiyim eyni qayda ilə hər şey eləyər, amma pomidorları doğramaz. Qaynar-qaynar bankanı doldururam. Bax, belə. Bankanı ağzına qədər doldurmaq lazımdır. Mən qapağı qoyuram bankanın ağzına və başlayıram bağlamağa. Əziz xanımlar, baxın, pomidorlar hazırdır, bağlanıb. Baxın, bax, belə.
İndi izolentlə kim istəsə, bax belə bankanın ağzını bir neçə dəfə belə izolenti fırladıb bağlaya bilər ki, yəni hava keçməsin. Bu da bir ehtiyatdır. Onu demək istəyirəm ki, yenə təkrar eləyirəm. Bu doğranmış pomidordur. Kim istəsə pomidoru doğramasın, qabığını soyan kimi bankalara yığsın, amma onda pomidorları sterilizə eləmək lazımdır. Qazana su töksünlər. Demək, su ilıq olanda bankaları demək ki, qazanın dibinə bir bax belə dəsmal sala bilərlər və yaxud taxta parçası qoya bilərlər. Bankaları yığırlar. 1 litrə qədər olan bankaları hardasa bir 15-20 dəqiqə qaynatmaq lazımdır. Mütləq qapağı özdə ağzına qoymaq lazımdır sterilizə eləyəndə. 15-20 dəqiqədən sonra çıxartıb ağzını belə bağlamaq lazımdır qapağı açmadan. Elə o rezbəli bankalara da aiddir. Demək, bunları indi mən üzü qoyulu yığacağam. Üstlərinə isə çox belə qalın bir parça ilə, adyal ilə, indi kimdə nə varsa üstünü örtmək lazımdır. Elə eləmək lazımdır ki, onlar tədricən soyumağa başlasınlar. Bu özü də elə bil ki, bir növ sterilizə deməkdir. Nuş olsun.